Salam, hər vaxtınız xeyir olsun. Bugünkü videoda biz 11-ci sinif din toplusundan ismin halına, yəni YH hal mövzusu ilə bağlı olan testlərə baxacağıq. Birinci sualda bizdən YH hal olan cümləni istəyir. A variantına baxırıq ki, apostrof S-dən sonra very gəlibsə, bu YH hal hesab olunmayacaq. Eyni ilə apostrof S-dən sonra going to gəlibsə, feilin 3-cü forması gəlibsə, YH hal deyil. Və əvəzliyin sonunda apostrof S gördüksə, bu da YH hal deyil. Çünki ismin YH halı ismi artırılmalıdır. Cavabımız olacaq D variantı. İkinci suala baxırıq. Deməli, apostrof S-dən sonra əvəzlik gəlibsə, YH hal deyil. Got gəlibsə, YH hal deyil. Apostrof S-dən sonra ing-li söz gələndə cümlənin başqa xəbəri varsa, o zaman bu olacaq YH hal. Yoxdursa, olmayacaq. Baxıram ki, a novel nədir? İsimdir. Deməli, xəbərim yoxdursa, artıq bu YH hal deyil. Cavabım olacaq D variantı. Üçüncü suala baxırıq. Üçüncü sualda apostrof S-dən sonra article gələrsə, sonra əvəzlik gələrsə, YH hal deyil. Daha sonra baxırıq D variantına. Yenə eyni qayda. ing-li söz gəl, cümlənin başqa xəbəri yoxdur. Deməli, YH hal deyil. Cavabımız olacaq A variantı. Helen'in yeni paltosu. Dördüncü sualda it apostrof S ümumiyyətcə YH hal hesab edilmir. What apostrof S-də, who apostrof S-də. Çünki bunlar əvəzliklərdir və həmin apostrof S-də izin qısaltmalardır. Sonra D variantına yenə ing-li söz gəl. Cümlənin başqa xəbəri yoxdursa, deməli bu da YH hal deyil. Cavabımız olacaq B variantı. Beşinci sualda apostrof S-dən sonra yenə ing-li söz gəl və cümlənin başqa xəbəri yoxdur. Deməli YH hal deyil. Digər variantlara baxaq. Deməli, apostrof S-dən sonra feilin 3-cü forması gəlib və yenə feilin 3-cü forması gəlib, YH hal deyil. D variantının düz cavabdır. C-də isə she əvəzlikdir. Biz əvəzliyin sonuna artırılmış apostrof S-i YH hal götürə bilmərik. YH hal ismi artırılmalıdır. 6-da apostrof S-dən sonra got gəlib, feilin 3-cü forması gəlib. Sonra yenə it apostrof S YH hal deyil. Cümlənin başqa xəbəri yoxdur. Cavabımız olacaq Y. 7-də baxırıq ki, A variantında apostrof S-dən sonra feilin 3-cü forması, yəni teach feilinin 3-cü forması gəlib, YH hal hesab edilməyəcək. Got gəlib, YH hal deyil. He apostrof S ümumiyyətcə nədir? He is-dir və YH hal deyil. Çünki apostrof S-in artırıldığı söz isim olmalıdır ki, biz onu YH hal götürək. Y variantında da apostrof S-dən sonra zərf gəlib götürmək olmaz. Ümumiyyətcə, yadınızda saxlayın ki, YH hal isimlər arasındadır. Mütləq artırıldığı da isim olmalıdır. Özündən sonra da sifət də varsa, ondan sonra yenə isim gəlməlidir ki, mən onu YH hal götürüm. Sonra 8-ci suala baxırıq. Deməli, burada peace sözdə sayıla bilir, weak sözdə sayıla bilir. Sayıla bilən tək ismin qabağında birdən böyük miqdar sayı gəlsə, onlar mütləq cəmlənməlidir. Ona görə 3-dən 4-ə atırıq, cavabımız olur 1-2. 9-da deməli, men sözü zaten cəmlənmiş isimli, YH hal olmalıdır apostrof S, sonunda başqa bir cəm şəkilçisi olmaz. Deyil sayıla bilən isimli, qabağında birdən böyük miqdar sayı gəlib cəmlənməli idi, cavabımız olacaq A. 10-da apostrof S-dən sonra my gəlib, əvəzlik gəlib, YH hal deyil. Article gəlib, YH hal deyil. Feilin 3-cü forması gəlib, YH hal deyil. Menin YH hal apostrof S olmalıydı. Ona görə səhvdir. Cavabım olacaq C. 11-də deməli, baxırıq ki, baxın, who, what, she. Bunların sonundakı apostrof S-lər YH hal deyil. Həmçində it apostrof S-də cavabımız olacaq B variantı. 12-də deməli, man sözü sayıla bilən isimdir. Qabağında birdən böyük miqdar sayı gəlibsə cəmlənməlidir, getdi. Today, tomorrow, yesterday kimi sözlər YH hal apostrof S olur. Bu da getdi. Cavabım olacaq Y. 13-də baxırıq ki, deməli, bizdən YH halda işlənmiş cümləni istəyir. A-da ümumiyyətcə YH hal yoxdur. Yenə it apostrof S, what apostrof S YH hallar deyil. Apostrof S-dən sonra feil gəlib götürmək olmazdı. 14-də baxırıq ki, apostrof S-dən sonra əvəzlik gəlib, apostrof S-dən sonra feil gəlib və apostrof S-dən sonra sadəcə sifət gəlib. Bunun ismi yoxdur. Deməli, bu da YH hal deyil. Cavabımız olacaq A variantı. Həm də C variantı. Baxın, Kate is beautiful. Məsələn, siz bunu YH hal götürsəz, bir neçə baxımdan səhvdir. Birincisi odur ki, nöqtələrdən sonra isim yoxdur ki, mən burada deyim ki, heç olmasa Kate'in gözəl, məsələn, qızdır. Ən azı bir qız sözü olsa, deyərəm ki, hə də bəlkə YH hal kimi düşünə bilərsiniz. Burada o yoxdur. Həm də ki, bu cümlə olması üçün nə lazım? Mübtəda xəbər lazımdır. Lap bunu siz götürdünüz YH hal. Bəs bu isimdir də mübtəda, bəs xəbəri hanı? Axı götürmək olmaz. 15-də
Today-in sonunda s olmaz. Today-in yer çal apostrof s olmalıdır. Sonra month sözü bu to-ya görə cəmlənməlidir. Çünki sayıla bilir. Qabağında da birdən böyük miqdar sayı gəlib. Eyni ilə minute-də də həmçinin eyni qayda tətbiq olunmalıdır. Y-də də Jack-də də apostrof s, Mary-də də apostrof s varsa mən bu waiting-i cəmləməli idim. Ona görə səhvdir. Cavabım olacaq B variantı. Əgər sizə verilən ismin sonunda s, double s varsa və onlar cəm şəkilçiləri deyilsə, deməli, yəni cəm şəkilçisi yoxdursa, həmin o sözün sonundakı s cəm şəkilçisi kimi qəbul olunmursa, yer çal apostrof s düzdür. 16-ya baxırıq. Smith soyadı qabağında z artikl gəlibsə, deməli cəmlənməli idi. Sonra baxırıq ki, fireman zaten cəmdədir. Bunun yer çal apostrof s olar. Sonra qalanlar isə düzdür. 2, 4, 5. 17-də month sözü if-yə görə cəmlənməli, çünki if-dən sonra cəm isim gəlir. Men, women sözləri cəmdə olan isimlərdir, ya ilk hallara apostrof s olmalı idi. 2 ilə 4. Sonra 18-də yenə bax, child sözü children olaraq cəmlənirsə, bunun sonundakı s-i mən götürə bilmərəm. Our sözü sayıla bilirsə, bu to-ya görə cəmlənməli idi. 1, 3, 5, Y variantı. 19-a baxırıq. 19-da yer çal istəyir. What apostrof s yer çal deyil. What is-dir o. Sonra she apostrof s yer çal deyil. Sonra bu tərəfdə də baxırsınız ki, her hair is grey-dir. Çünki burada sifət gəlib. Deyirsiniz ki, baxmayaraq ki, onun cavan olmasına baxmayaraq saçı ağarıbdır. Burada feildir bu. Çünki özündən sonra sifət və ona aid olan isim yoxdur. C variantında article gəlib götürməyəcək. D-də yenə it apostrof s yer çal deyil. Cavabımız olacaq Y. 20-yə baxırıq. 20-də deməli it apostrof s, who apostrof s, she apostrof s. Bunlar yer çal hesab edilə bilməz heç vaxt. D-də də baxırsınız ki, apostrof s-dən sonra ing söz gəlib, cümlədən başqa feili xəbəri yoxdur. Yəni xəbər vəzifə. Burada to protect-də görsəz, bu qorumaqdır. Qorumaq deyə bir xəbər ola bilməz. Axı ya qoruyur, ya qorudu, ya qoruyacaq. Yəni belə olmalıdır feilləriniz. Bu sadəcə məslərdir. Ona görə deyin də çıxacaqsınız. Cavabımız olacaq A variantı. Yesterday təkdədir. Yer çal apostrof s özündən sonra isim gəl tamamilə doğrudur. 21-də it apostrof s yer çal deyə çıxacaqsınız. She apostrof s yer çal deyə çıxacaqsınız. 3-ə 4-ə baxaq düzdür. 22-də let apostrof s yer çal deyil, it apostrof s də yer çal deyil. Çünki bunlar ümumiyyətlə let feildir, itdəki əvəzlikdə götürə bilmərik. 1-dən 2. 23-ə baxırsınız, yenə what apostrof s yer çal deyil, çünki what is-dir. Ümumiyyətlə, yəni, bunlar yadınıza salın. What's, whose, sonra which, it's, she's, his, bu kimi tipli sizə apostrof s-lə verilən birləşmələr yer çallar deyil. Onlar çünki isim deyil, birincisi. İkincisi də ki, onlar izin qısaltmalardır. Yəni bunu hər dəfə dedikcə yadınızda saxlayın. Sonra deməli ona görə 2-də deməli bu it apostrof s-i götürməyəcək, amma burada baxır ki, ton apostrof s var. Bu düzdür, yer çal hesab oluna bilməz, amma düzgün cümlə quruluşudur da ikisi bu. Amma baxıram ki, burada ton apostrof s yer çal işlənib, özündən sonra isim gəlib, özdə yer çal apostrof s düz qəbul eləyib. 3-də də yenə eyni qayda düz qəbul edib, letdə də let apostrof s götürə bilmərik. 2 ilə 3 B variantı. 24-də baxırıq. 24-də Brown soyadı qabağında Z artikl gəlsə cəmlənməli idi. Child'ın sonunda da S olmaz, çünki o cəmi kökdən dəyişən isimdə children olmalı idi. 1-4 A variantı. 25-ə baxırıq. Deməli 25-də Tim's playing with his friends. Deməli burada bizdən yer çaldı işlənmiş cümləni istəyir. Bax görürsüz, Timdən sonra birincisi got gəlib yer çal kimi götürə bilmərik. Where is-də də yenə yer çal deyil. Baxacaq nəyə? Bax, ikisini də ing sözgəl və özlərindən sonra cümlənin xəbəri yoxdursa, deməli, yer çal hesab edə bilmərikdir. Timin hobbisi modellər qurmaqdır. 26. Deməli, 26-da baxırıq ki, apostrof s-dən sonra bin gəlib yeri çal deyil. ing sözdən başqa cümlənin xəbəri yoxdur, yeri çal deyil. 3-4 C variantı. 27-yə baxırıq. Deməli, apostrof s-dən sonra going to gəlib yeri çal deyil, got gəlib yeri çal deyil. 1-4 Y variantı. 28-ə baxırıq. Brown soyadsa qabağında Z artikl gəlib cəmlənməli idi. Mile'da sayıla bilən isim isə qabağında birdən böyük miqdar sayı gəlibsə cəmlənib apostrof qoyulmalı idi. A variantı. 29-da apostrof s-dən sonra artikl gəlib, sonra əvəzlik gəlib yeri çal deyil. ing söz gəlib cümlənin başqa xəbəri yoxdur, deməli B. 30-da apostrof s-dən sonra artikl gəlib, əvəzlik gəlib götürməyəcək. ing söz gəlib cümlənin başqa xəbəri yoxdur, deməli bu da yer çal deyil, C variantı. 31-də
Baxırıq ki, apostrof S-dən sonra artikel gəlib, very gəlib, yer hal deyil və baxırıq ki, ing-li sözlər gəlib, cümlədən başqa xəbərləri yoxdur, deməli C variantı. Peterin atası hər həftə shopping, yəni bazarlıq edir. 32-də apostrof S-dən sonra got gəlib, artikel gəlib götürə bilmərik. Amma ing-li söz gəlib, cümlədən başqa xəbəri yoxdur, deməli bunu da götürə bilməyəcəyik. A variantı. Mənim atamın dostu İtaliyaya gedir. Sonra 33-də apostrof S-dən sonra ing-li sözlər gəlib, cümlənin başqa xəbərləri yoxdur, götürməyəcəyik. Child B variantını götürəcəyik, çünki child təkdədir, yer çal apostrof S-də, özündən sonra da isim gəlib, tamamilə doğrudur. D ilə Y variantlarında nə səhv var? Yenə ing-li söz gəlib, cümlənin başqa xəbəri yoxdur və got gəlib, yer çal hesab oluna bilməz. 34-də apostrof S-dən sonra got gəlib, yer çal deyil, ona görə A-na çıxdıq. ing-li sözlər gəlib və heç birinin başqa bir xəbəri yoxdur. Ona görə bunları da götürə bilməyəcək. Cavabımız Y. Qızın imtahanı dünən ləğv olundu. 35-də hi apostrof S ümumiyyətcə yer hal deyil. Got gəlib götürə bilmərik. Sonra sifət gəlib ona aid isim yoxdur, götürə bilmərik. ing-li sözlər gəlib. Baxırıq ki, bundan C variantına awoke feil var. Deməli C variantı yer halda, amma Y variantında başqa bir feil yoxdur. Deməli yer hal deyil. Daha sonra 36-cı testdə baxırıq ki, weak sözü sayıla bilən isimdirsə qabağında to-ya görə cəmlənməli idi. Polis mən sözünü, bax bu məni biz S-lə cəmləmirik. Neyinirik? Cəm forması olaraq kökündən dəyişir. Men yazırıq. Ona görə də bu səhvdir. 1, 3, 5 isə tamamilə doğrudur. 37-də. Deməli, baxırıq ki, apostrof S-dən sonra artikel gəlib, yeri hal deyil. Sonra, deməli, baxırıq ki, apostrof S-dən sonra başqa nə səhvimiz var burada bizim? My dog's skin düzdür, night's work düzdür, Helen's success düzdür. C variantı doğrudur. Bir dənə 2 səhvdir burada. 38-də deməli, baxacağıq ki, bu D sözü sayıla bilən isimdə sıraya görə cəmlənməli idi. White soyadı qabağına D artiklına görə cəmlənməli idi. 1-dən 2. 39-da. Deməli, baxacağıq ki, week sözü weather is fine today. Weather sözü deməli burada yer çalaraq apostrof S düşünə bilmərik biz. Çünki sifət gəlib və özünə aid olan isim yoxdur. Bu cümlə necə tərcümə olunur? Hava bugün istidir, gözəldir, yaxşıdır. İstidir yox, gözəldir, yaxşıdır. Yəni gördüyünüz kimi cümlədir. Yəni siz lap bunu belə today isim kimi götürüb sifət isim düşünsəniz belə cümlənin başqa xəbəri yoxdursa, mən bu necə bir cümlə hesab edeyim? Sonra 4-də də baxırsınız ki, ing söz gəlib, bundan başqa cümlənin xəbəri yoxdur. Yenə də yer halda 2, 3, D variantı. 40-da deməli, baxırıq ki, apostrof S-dən sonra very gəlib, yer hal deyil, got gəlib, yer hal deyil. 1-dən 4, Y variantı. 41-ci suala baxırıq. Burada 1-də my uncle's yer hal düzgün verilib götürə bilərik. Sonra my sister apostrof S-dən sonra baxın, both gəl, feil gəlib götürmək olmaz. Let apostrof S-də zaten yer hal hesab edilə bilməz. 1, 4, B variantı. 42-ci suala baxırıq. Apostrof S-dən sonra ing söz gələndə baxırıq ki, cümlənin başqa xəbəri varmı? Yoxdursa, deməli yer hal deyil. Sonra 3-də də yenə apostrof S-dən sonra feil gəlib götürmək olmaz. 2, 4. 43-də 1-də apostrof S-dən sonra very gəlib götürə bilmərik. 2-də də apostrof S-dən sonra feilin 3-cü forması gəlib götürmək olmaz. 3-dən 4. Baxın, həm Steven'də, həm də John'da apostrof S varsa, bunlara aid olan sayılan tək isim cəmlənibdir. Women-də cəmi kökünə dəyişən isimdə yer çal apostrof S-dir, düzdür. Sonra 44-ə baxırıq. Deməli, 2-də apostrof S-dən sonra feil gəl. Pass nədir? Keçmək. Deyirsiniz ki, Peter sürücülük testini keçdi. 3-də isə baxırıq ki, apostrof S-dən sonra sifət gəlibdir. Sifət gəlib və ona aid olan isim yoxdur. Deyirsiniz ki, Anna testləri etməkdə kifayət qədər bacarıqlıdır. Deməli, cavabımız olacaq 1-dən 4. 45-ci suala baxırıq. Apostrof S-dən sonra artikel gəlib götürə bilmərik və bin gəlib götürmək olmaz. Cavabımız 1-dən 4, C variantı olmuş olacaq. 46-da children sözü cəmi kökdən dəyişən isimdir. Zaten sonunda S olmaz. Yer çalda apostrof S olmalıdır. Yesterday mail düzdür. Bunlar yer çal apostrof S qəbul edə bilər. Deməli, month sayıla bilən isimdə to-ya görə cəmlənməli idi, səhvdir. Baxaq digərlərinə. Deməli, 4-də həm burada, həm də burada apostrof S varsa, bunlara aid olan isimdə cəmlənib düzdür. 2 ilə 4, yəni D variantı.
47-də baxırıq ki, deməli artikel gəlib, götürə bilmərik biri. Sister təkdə deyək ki, apostrof s özündən sonra isim gəlib, düzdür. Shakespeare də təkdə deyək ki, apostrof s özündən sonra isim gəlib, doğrudur. Amma 4-də deməli got feilin üçüncü forması götürmək olmaz. 2-3B variantı. 48-də Brian'da apostrof s var. Eyes gözlər deməkdir. Bədən üzvləri hər ikisine ayrı-ayrıqda aid olmalıdır, səhvdir. Women sözü zaten cəmdədir. Bunun sonunda s olmaz. Yiyəçalı apostrof s olmalıydı. 1-3 Y variantı. 49-a baxırıq. Deməli, E artiklının cəm isim verilə bilməz, səhvdir. Və Smith soyadı Misterə görə bunlar cəmlənməz. Z artiklı gəlsə cəmlənə bilər. 2 ilə 3 Y variantı. 50-yə baxırıq. Deməli, apostrof s-dən sonra going to gəlibsə yiyəlik hal deyil. Sonra baxırıq ki, 4-də də apostrof s-dən sonra gələn ing sözdən başqa cümlənin xəbəri yoxdur. Deməli, bu da səhvdir, getdi. Sonra 1-3-5. Deməli, 1-də baxırıq ki, apostrof s-dən sonra gələn ing sözdən başqa cümlənin xəbəri var. Ona görə götürmək olar. Sonra san təkdə deyək ki, apostrof s, ondan sonra gələn ing sözdən başqa cümlənin xəbəri var, götürmək olar. A-year absence-dəki düzdür. 1-3-5 A variantı. Sonra 51-ə baxırıq. Deməli, şipin təki cəmi indi sonunda s olmaz, yiyək apostrof s olmalıdır. Giz, women sözlərdə cəmi kökdən dəyişən isimlərin cəmi formalarıdır. Olan sonunda daha bir s-ə ehtiyac yoxdur. Yiyək hallarda apostrof s olmalıdır. 1 ilə 4 B variantı düzdür. 52-yə baxırıq. Deməli, children'ın sonundakı s olmaz. Sportsmen'in də sonunda s olmaz. Çünki zaten bunlar cəmdədir. 3, 4, 5 isə düzdür. 53-ə baxırıq. Deməli, apostrof s-dən sonra got gəlib yiyək halda deyil, səhvdir. Going to gəlib yiyək halda deyil, səhvdir. Very gəlib olmaz. Həm də yenə it apostrof s yiyək halda deyil ki, cavabımız olacaq Y variantı. Deyirsən, dünənin sənədlərini imzalamısan. 54-də apostrof s-dən sonra going to gəlib götürə bilmərik. Feilin üçüncü forması gəlib götürmək olmaz. That is, she is də yiyək hallar deyil, çünki bunlar əvəzliklərdir. Cavabımız olacaq D variantı. Sirenanın görünüşü mənim diqqətimi cəlb elədi. 55-ə baxırıq. Bilirik ki, this that-dən sonra tək isim gəlməlidir, amma burada womenlər cəmlənib S ilə D-ni çıxacaq. This, those-dan sonra isə cəm isim gəlməlidir. Women zaten cəmlədir, sonundakı S ehtiyac yoxdur. B variantı. 56. Yenə eyni qayda. That-lə this-dən sonra tək isim gəlir deyə burada children cəm formaları götürməyəcəyik. Deyislə doğrudan sonra cəm isim gəlir. A-da, B-də children zaten cəmdədir. Yenidən S-ə ehtiyac yoxdur. Y variantı düzdür. 57-yə baxırıq. Həm C-də, həm Tomda apostrof S varsa mothers cəmlənməlidir, səhvdir. Sonra baxırıq ki, deməli, apostrof S-dən sonra gələn ing sözdən başqa cümlənin xəbəri yoxdur. Deməli, bu da səhvdir. 2, 3, 4, B variantı isə doğrudur. 58-ə baxırıq. Deməli, the director's films were popular all over the world. Bu düzdür, apostrof s-də yiyəçalı isim gəlib, doğrudur. Bu da doğrudur. Burada da apostrof s-i təkdədir. 1-2 hələ ki düzdür. Baxaq digərlərinə də. Deməli, she apostrof s zaten yiyəçalı deyil, götürməyəcəyik. Burada da apostrof s-dən sonra feilin üçüncü forması gəlib, götürmək olmaz. 1-2-5 Y variantı. 59-a baxırıq. Bunlar açıq tipli test tapşırıqlardır. Deməli, they sözdə week sözə sayıla bilir. Deyə qabağında birdən böyük miqdar sayılar gəlibsə cəmlənməli idi, səhvdir. Deməli, 2 ilə 4. 60-a baxırıq. Children zaten cəmlədə sonra S ehtiyacı yoxdur. Yiyəçal apostrof S olmalıydı. Second sözü, saniyə sözü sayıla bilir deyə qabağında FU gəlibsə cəmlənməli idi. Çünki FU cəm isimdən işlənir. 1, 4. 61-ə baxırıq. Deməli, this-dən sonra tək isim gələr, ona görə 4-ü çıxacaq. This-dən sonra cəm isim gələr, ona görə 2-ni çıxacaq. Cavabımız olacaq 1 ilə 3. 62-yə baxırıq. Deməli, burada da that-dən sonra tək isim gəlməlidir, ona görə 2-ni çıxacaq. Those-dan sonra cəm isim gəlməlidir, 4-ə çıxacaq, 1 ilə 3. 63-ə baxırıq. Deməli, yenə that-dən sonra tək isim gəlməlidir, 3-ü çıxırıq. Those-dan sonra cəm isim gəlməlidir, 4-ü çıxırıq, 1 ilə 2. Sonra 64-də deməli, baxırıq ki, white soyadsa qabağına Z artiklı gəlibsə cəmlənməli idi, 2 getdi. Minute sözü sayıla bilir, qabağına 10 gəlibsə cəmlənməli idi, 4 də getdi. Sonra digərlərinə baxaq. Pete-in yeni parfümün ətri 1 düzdür. Sonra gələn ilin seçimləri 3 düzdür.
və 5 səhvdir. Çünki apostrof S-dən sonra feilin 3-cü forması gəlibdir. 1-3. 65-ə baxırıq. Deməli, children zaten cəmdədir, sonunda S-ə ehtiyac yoxdur. 2-ni səhv çıxacağıq. D sözü sayıla bilir. Qabağına to gəlibsə cəmlənməli idi. 5-də çıxacağıq. Shoemakers duties. S-dən cəmlənmiş ismin yer çal apostrofdur. Özündən sonra da isim gəlib düzdür. Sportsman cəmdədir. Yer çal apostrof S-dir düzdür. Çünki men cəm kökdən dəyişən isimli yer çal apostrof S olur həmişə. Wilson da soyadı Z artiklı gəlib cəmlənib apostrof qoyulub düzdür. 1, 3, 4. 66-ya baxırıq. Deməli, children, postman-dəki bu men. Bunlar cəmi kökdən dəyişən isimlər yer çalar apostrof S olmaz. 1 ilə 2 getdi. Statesman, men cəmi kökdən dəyişir, yer çal apostrof S düzdür. Simpson soyadı qabağında D artiklı gəlib cəmlənib apostrof qoyulub düzdür. Month sayıla bilir, 3-yə görə cəmlənməli idi, səhvdir. 67-də. Yenə baxın, minute sayıla bilir, qabağında birdən böyük miqdar sayı gəlib cəmlənməli idi. Sonra Jack soyadı qabağına Mister gəlibsə, belə cəmlənməyi səhvdir əslində. Ona görə bunu da çıxırıq. Sonra Michelle ilə Kate hər ikisinin deməli eyni nişanı ola bilər. Yer çalıb bir dənə apostrof S qoyubsa, təkdə veribsə 4 düzdür. 2-də isə nə var? Bax görürsünüz, sizə 2 dənə yer çal şəkilsinə oxşayan hissə veribdir. Today'si götürməyəcəksiniz yer çal kimi, çünki my gəlibdir, götürmək olmaz. Amma my daughter's first day götürmək olaraq daughter yer çal apostrof S götürə bilərmi? Özündən sonra sifət, daha doğrusu say isim gəlib. Bu gün mənim bacımın məktəbdə 1-ci günü idi. Götürmək olurdu 2, 4. 68-də. Deməli, baxırıq ki, yenə deməli, nə inəyəcəyik? A minute silence for soldiers made everyone cry. Minute sayıla bilir, qabağında yer artikl gəlib, yer çal apostrof S düzdür. Sonra san sayıla bilən isimdir, təkdədir, ona görə yer çal apostrof S özündən sonra isim gəlib düzdür. Sonra Jessica and Jordan'da hər ikisinin ayrılıqda apostrof S varsa cəmlənməli idi, səhvdir. James zaten addır. Sonunda S olan insan adlarında da biz həm apostrof qoya bilərik, həm apostrof S. Ona görə də 3-də düzdür. 1, 2, 3. 69-a baxırıq. Deməli, 69-da Peter'də də Tom'da da hər ikisinin ayrılıqda apostrof S var. Mother'da deməli cəmlənməli idi, 1 getdi. Molly ilə Eric'də ayrılıqda apostrof S var. Ice də cəmdədir, düzdür. Sister-in-law's jacket was very expensive. Deməli, burada baxırsınız ki, sister-in-law təkdədir, yer çal apostrof S özündən sonra da isim gəlib düzdür. Brownların, deməli, Brown burada soyadı qabağında D artikl gəlib, cəmlənib apostrof qoyulub düzdür. Jackdə apostrof S-dən sonra feil gəlib götürmək olmaz. 2, 3, 4. Sonra 70-ə baxırıq, deməli, burada Jeremy ilə Thomas'ın eyni atası ola bilər, yer çal apostrof S özündən sonra isim gəlib düzdür. Jennifer'in Brett'də hər ikisinin ayrılıqda apostrof S, Lex'də cəmlənib düzdür. Brother-in-law lost his document. Burada feil gəlib götürmək olmaz. Feil gəlib götürmək olmaz. Clinton soyadı qabağında D artiklı gəlib cəmlənib apostrof qoyulub özündən sonra da isim gəlib düzdür. 71-ə baxırıq. Deməli, görsün sondakı S nədir? Cəm şəkilsi. S cəm şəkilsizdirsə əgər, onun yer çal apostrof olmalıdır. Ona görə baxın 4-də çıxacaq. 2, 4 gedir, 1, 3, 5 isə doğrudur. Sonra 72-də. Baxın, yenə var, room'un sonundakı S nədir? Cəm şəkilsi. Bunun yer çal olmalıdır apostrof. My zaten cəmdə sonunda S olmaz. Ona görə 5 də səhvdir. 1, 3, 4-də isə bir problem yoxdur. 73-ə baxırıq. Deməli, baxır ki, apostrof S-dən sonra artikl gəlib götürmək olmaz. Qot gəlib, həm də hi apostrof S zaten yer çal hesab edilə bilməz. 1, 3. 74-də. Deməli, Markda da Susan'da da ayrı-ayrı apostrof S varsa father cəmlənməli idi. Burada əksinə father cəmlənmişsə, deməli alında da apostrof S olmalıdır. 1, 2. Sonra 75-ə baxırıq. Apostrof S-dən sonra feil gəlib götürmək olmaz. Sonra yenə feil gəlib götürmək olmaz. Bax, answer, visit bu kimi sözlər həm isim olur, həm feil olur. Və sonunda id varsa artıq bu zamana görə dəyişmişdir və feil hesab edilir. Ona görə biz bunu götürə bilmərik. Həm də visitdə də həmçinin eyni qaydada. Birdə isə səhv yoxdur. Jane'in cavabından söhbət gedir ki, onun dostlarını təəccübləndirmədi. Mrs. Clinton'ın səfəri ailə üçün gözlənilməz idi. Onlar Mrs. Clinton'ın səfərini təəccübləndirlər. Və saat 1, 3, 5. 76-da. Yenə baxın, aim də həmçinin feil kimi gəlibdir, götürmək olmaz. Answer feil kimi gəlib götürmək olmaz. 1, 3, 5-də isə səhv yoxdur. 77-yə baxırıq. Deməli,
Baxacağıq nəyə? Hə. 4-də apostrof S-dən sonra feil gəlib götürə bilmərik. 5-də də apostrof S-dən sonra yenə feil gəlib götürə bilmərik. Deyir ki, yağış bütün o ağacları da, yəni yaşıllıqları belə deyək, korladı. Mühəndis son vaxtlar çox işləyir. Yəni burada feildir, yer çal yoxdur. 1, 2, 3 isə doğrudur. Sonra 78-ə baxırıq. Deməli, mən sözünün sonunda S olmaz. Bu zaten men olaraq cəmlənir. Giz sözdə zaten qlusun cəm forması sonunda S olmaz. Apostrof S-lər ikincisində də varsa cəmlənməli idi. 1 ilə 4. 79-da deməli, baxırıq ki, hands əl deməkdir. Əl, yəni bədən üzvüdür, hər iki ismə ayrı-ayrı da aid olmalıdır. Apostrof S-dən sonra feil gəlib götürə bilmərik. 1, 2. 80-də deməli, baxırıq ki, AS ilə gözlər hər iki ismə ayrılıqda aid olmalıdır. Çünki bədən üzvüdür. Apostrof S-dən sonra yenə feil gəlib götürə bilmərik. 1, 2. 81-də baxırıq ki, deməli, apostrof S-dən sonra feil gəlib götürmək olmaz. Robert öz pasportunu itirdi. ING-li sözdən başqa cümlənin xəbəri yoxdur, götürmək olmaz. Robert öz otağında yüksək səslə oxuyur. 1, 3. 82-də baxırıq ki, deməli, apostrof S-dən sonra başqa bir feil var, götürəcəyik. Apostrof S-dən sonra başqa bir feil yoxdur, götürməyəcəyik. Sonra deyirsən ki, Ted səs-küy salır və hər kəsi əsəbləşdirir. Yenə apostrof S-dən sonra başqa bir xəbər var. Ona görə burada Tedin nəşr olunmuş məqalələrindən söhbət gedir. Amma 4-də yoxdur deyə bu Ted artıq məqalələrini nəşr etdirir mənasında gedir. 83-də deməli, Nizami Gəncəvi təkləri yer çal apostrof S özündən sonra isim gəlib düzdür. Hu apostrof S ümumiyyətcə yer çal hesab edilə bilməz. Sonra baxaq digərlərinə. My brother-in-law, bax, tərkibində sözünə olan mürəkkəb isimlərdə cəm şəkilsi əsas sözü artırmalı. Brother da olmalı idi. Cəm şəkilsi burada olmaz. Yer çal isə apostrof S olmalıdır. Sonra 4-də baxırıq ki, company təkdədir, yer çal apostrof S-dir. Ondan sonra isim və ona aid olan sifət və ona aid olan isim gəlib götürəcəyik. 5-də baxırıq ki, ING söz var, amma cümlənin başqa xəbəri yoxdur. Biz bunu yer çal kimi götürmürük, amma a years time-i götürmək mümkündür. Çünki təkdədir, yer çalda apostrof S-dir, özündən sonra isim gəlib, tamamilə doğrudur. 84 də eyni qayda, vurğun təkdədir, yer çal apostrof S-dir, özündən sonra isim gəlib düzdür. It apostrof S ümumiyyətcə yer çal hesab edilmir, götürməyəcəyik burada. Sonra baxırıq ki, deməli, parties important decisions, bu düzdür, parti təkdədir, yer çal apostrof S-dir, özündən sonra ona aid sifət və isim gəlibdir. 4-də, bax, 4-də yenə bu coming isim götürməsəz də, yer çal götürməsəz də, burada var da başqa bir şey götürmək mümkündür. 5-də yenə baxın, tərkibində sözünə olan mürəkkəb isimlərdə yer çal şəkilsi axır artılı apostrof S olur. Cəm şəkilsi isə əsas sözü, yəni birinci söz artırılmalıdır. 85-də artiklından cəm isim gəlməz götürə bilmərik. Man sözü sayıla bilirdi, sıraya görə cəmlənməli idi 2 ilə 3. Sonra 86-da deməli, child sözü sonunda S qəbul edəmir, children formasında cəmlənir. Men sözü zaten cəmdə sonunda S olmaz. Digərində təki cəməyində sonunda S olmaz. 1 ilə 5. 87-də deməli, buranın soyadı qabağına D artikl gəlibsə cəmlənməli apostrof qoyulmalı idi. Men zaten cəmlədir, yer çal apostrof S olmalı idi. 1, 2, 3. 88-də women deməli yenə cəmlənib, burada səhvdir, çünki zaten cəmdə idi. Biz bir daha yenə cəmləyək ki, children da həmçinin yenə cəmlənibdir, bir daha cəmlənib götürmək olmaz. Zaten cəmdə idi, 3 ilə 4. Sonra 89-a baxırıq. Və bu yer sayıla bilir, tru'ya görə cəmlənməli idi. Men zaten cəmdədir, sonunda S olmaz və deməli, yer çalda apostrof S olmalı idi. 3 ilə 4. Ship təki cəmi indi, yer çal apostrof S-dir. Giz də qlusun cəmidir, cəmi kökdən dəyişənsində yer çal apostrof S-dir, düzdür. 90-da going to gəlib götürmək olmaz yer çalını. Həmçinin də burada da feil gəlib götürmək olmaz. Yenə baxaq, chemist yer çal apostrof S-dir, özündən sonra isim gəlib düzdür. Woman təkdədir, yer çal apostrof S-dir, özündən sonra isim gəlib düzdür. Ana təkdədir, özündən sonra yer çal apostrof S, isim də gəlib düzdür. 1, 3, 4. 91-də it apostrof S yer çal deyib götürməyəcəyik. Apostrof S-dən sonra feilin üçüncü forması gəlib götürmək olmaz. Deməli, Butcher təkdədir, yer çal apostrof S, özündən sonra isim gəlib düzdür. Men cəmi kökdən dəyişən isimdir, yer çal apostrof S, isim gəlib düzdür. Ana təkdədir, yer çal apostrof S, özündən sonra isim gəlib düzdür.
1, 3, 4. 92-yə baxırıq. Deməli, 92-də nə edəcəyik? Birinci baxmaq lazımdır ki, animal təkdə də yer, çal, apostrof S olmalıdır. 4 səhvdir. Sonra 2-də də apostrof S-dən sonra hərf, feilin 3-cü forması gəlib götürmək olmaz. 1 ilə 3. 93-də deməli, baxırıq ki, article gəlib, bin gəlib olmaz. 1 ilə 4. Və deməli, 94-də. 94-də. Apostrof S-dən sonra not gəlib, yer, 2 hal kimi götürmək olmaz. This-dən sonra cəm isim gəlməliydi, götürmək olmaz. 2 ilə 4. Sonra 95-də də baxacağıq ki, dentisin sonundakı S zaten cəm şəkilsidir. S-dən cəmləmiş ismi yer, çal, apostrof olmalıydı. 1, 2, 3-də isə səhv yoxdur. Çünki twins S-dən cəmləmiş yer, çal, apostrofdur. Charles sonunda S olan insan adıdır. Xüsusi adlarda apostrof da olar, apostrof S də olar. Teacher təkdə də yer, çal, apostrof S tamamilə doğrudur.